Salam əqrəblər, sizin üçün mart ayına baxıram 2026-cı ilə. Görə bizim əqrəblərimiz nələr gözləyəcək mart ayında. Mart ayının enerjisinə bir kart, dekadalarımıza bir kart, iş axtaranlar üçün bir kart, sevgi gözləyənlər üçün bir kart, problemi olanlar üçün və məsləhət kartı. Burada əqrəblər üçün böyük arkan düşür. 3-cü imperatriça. 3-cü böyük arkan. Çox müsbət kartdır. Enerjiniz bol olacaq. Burada ana olan xanımlar olacaq, əqrəblər olacaq mart ayında. Ya hamiləlik xəbəri alacaqsınız və yaxud artıq övladınızı qucağınızda tutacaqsınız mart ayında. Təbrik edirəm. Çox müsbət kartdır. Və 10-cu jezli, mart ayının əvvəlinə. Burada deyərdim ki, ailənizin, qohum əqrabının, hətta da yaxınlarınızın, əzizlərinizin, övladlarınızın yüklərini o qədər özünüzü o qədər yüklənmisiniz ki, onların yüklərini öz üzərinizə götürmüsünüz, işlərini kömək etmək məqsədi ilə və hətta öz səhhətinizi belə unutmuşsunuz. Çalışın belə etməyin. Birinci növbədə özünüzü düşünün, öz səhhətinizi düşünün. Çünki bu ağırlığın altından da ola bilsin ki, istədiyiniz kimi çıxa bilməzsiniz. Bu da ola bilər. Buna diqqət edin, əqrəblər. Özünüzü çox yükləməyin, belə dərdim. Və burada Rıtsır Meçi, hansısa xəbər, sizi özünüzdən bəlkə də çıxardacaq, savaşa hazırsınız. Kimsə yerində oturmaq istəyirsiniz. Düşmənlərinizə, pis niyyətli insanları, bəlkə də onlar qəsdən sizi özünüzdən çıxartmaq istəyəcək. Çalışın hər xəbərə baş qoşmayın. Birinci növbədə nerv sisteminizi sakit formada da, nə alırsınız, hansı xəbər alırsınız, sakit formada qəbul edin. Yəni analiz aparmağı bacarın. Kim ki sizə ya şər, ya böhtan, ya sizin haqqında mənfi düşüncələr də, yəni söz-söhbət yayıbsa, bilin ki, bunlar pis niyyətli, qara düşüncəli insanlardır, sizi istəməyən insanlardır. Və sonra kənardan sizə baxıb sevinəcəklər ki, hə, sizi yerinizdən oyatdılar, yəni sizin enerjinizi lazımsız yerə sərf etdilər, yönəltdilər. Ona görə belə etməyin. Və burada da 4-cü meçi, bu pis niyyətli insanlara siz baş qoşursunuz və görürsünüzmü sonra bu nə söz-söhbətsə hərəkətsiz dayanmışsınız, irəli gedə bilmirsiniz. Dərdim ki, depressiya halında. Mən istəyirəm bir karta çıxaram. Mart ayından aprel ayına keçid əqrəblərdə necə olacaq? Bəli, görürsünüzmü, yenə də meçi, söz, söhbət. Düzdür, balaca arkanlardır, amma sizdən də çox şey asılıdır. Hər söz söhbətə qatılmayın, baş qoşmayın, bir sözlə. İş axtaranlar üçün 3-cü kubki. Çox əqrəblər iş tapa bilməyəcək, iş görsənmir iş axtaranlar. Hissləriniz, sevgi hissləri gözləyənlər necə olacaq? 2-ci pentakli. Hisslərə işarə yoxdur. Problemləriniz necə olacaq? Spravedlivость. Əgər məhkəməlik işiniz varsa, məhkəmə sizin xeyrinizə burada qərar verir. Problem mart ayında bitir. Yəni, əgər siz düzsüzsə, siz qələbə çalacaqsınız. Və məsləhət kimi mir kartı, 21-ci böyük arkan. Nə isə sıfırdan başlamağa qorxmayın. Əgər bir şey bitirsə, bir qapı bağlanırsa, yadınızda saxlayın ki, digər qapı artıq sizin üzərinizə açılmağa hazırdır. Ona görə nə yaşansa, bilin ki, sizin xeyrinizə, sizin gələcəyinizi yaxşılaşdırmaq üçün də yaşanır. Ona görə məsləhət kimi buna diqqət edin. Bir qapı bağlanırsa, deməli, sizin üçün yaxşı qapılar açılacaq.
Belə bir rastlıq çıxdı sizin üçün əqrəblər. İnşallah ki, siz birinci növbədə özünüzü düşünərsiniz, ikinci növbədə pis niyyətli insanlara baş qoşmazsınız. Uğurlu ay arzulayıram sizin üçün. Sağ olun.